Şəxsi tikili 3 sot torpaq sahəsində bağlı, bağatlı bir həyət ev təqdim edirəm sizlərə. Düzdür, evimizin bağ hissəsi yoxdur, amma istəyə görə bağ yarada bilərsiniz. Baxın, belə bir gözəl 3 sot torpaq sahəsində inşa olunub. Evimiz 2 halla satılır. Yəni 3 sot torpaq sahəsi ilə də satıla bilər, 1.8 sot torpaq sahəsi ilə satıla bilər. Əgər 1.8 sotla satılarsa, gördüyümüz bu xətt üzrə evimizin sol hissəsində olan torpaq ayrılacaq. Yəni 1.8 sotla satılsa belə həyətinə rahatlıqla 4-5 avtomobil daxil olacaq və geniş bir zirzəmi hissəsi var burada. Görürsüz? Belə bir zirzəmi hissəsi var. Həyət hissəsi bu şəkildə olacaq. İstəyə görə siz bu evi 3 sotla da ala bilərsiniz. 4 otaqdan ibarətdir. Zirzəmisi var, geniş, hündür. Görürsünüz bu şəkildə zirzəmi hissəsi var. Xırdalan şəhərində yerləşir. Hündür quru bir ərazidə 8 nömrəli məktəbin tam yaxınlığında. Şəxsi tikilidir, sənədi paket kupçadır, yəni torpağın və evin kupçası hazır əldədir. Bir daha baxırıq həyət hissəsinə. Qeyd etdiyim kimi 3 sotla da satıla bilər, 1.8 sotla da satıla bilər. Gəlin qalxaq, evimizdə daha yaxından tanış olaq. 4 otaqdan ibarətdir. Daxil olarkən evə bizi qarşılayır belə bir dəhliz. Sağda geniş qonaq otağımızdır. Qoşadaşla tikilib, bir daha qeyd edim sizlər üçün şəxsi tikilidir. Pəncərəsi baxır öz həyətinə. Evdə quraşdırılıb kombi, radiatorlar, çılçıraqlar, hamam aksesuarları, kondisionerə qədər hər biri quraşdırılıb hazır vəziyyətdə. Bu bizim bir otağımız. Xırdalan şəhərində 8 nömrəli məktəbin tam yaxınlığında yerləşir. Bu daha bir yataq otağımız. Bu hissədə yerləşir sanitar qovşağımız, aksesuarlar hər biri quraşdırılıb. Evimizin kombisi və radiatoru da quraşdırılıb. Burada yerləşir digər yataq otağımız və sonda sizə təqdim edirəm mətbəx hissəsi. Evimizin satış qiyməti açıqlama bölməsində qeyd olunacaq, mətbəximizdə pəncərəsi öz həyətinə baxır. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Sizin də satışda əmlaklarınız, mülkləriniz varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.